Allah sənin vəziyyətindən, ağrılarından, hal-hazırda olduğun vəziyyətdən xəbərdardır. Çünki müqəddəs yazı belə deyir: Rəbb öz müqəddəs məbədindədir. Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var. Bəşər övladlarına diqqətlə baxar. Bu həyə göstərir ki, Allahın gözündən heç nə qaçmır. Davamı isə belədir: Rəbb salihləri sınağa çəkir. Həyatında olan sınaqların və çətinliklərin təsadüfi olduğunu düşünmə. Çünki Rəbb sənin üzərində işləyir. Bir zərgər dəqiqliyi ilə. Zərgərin qızıla əgər heyfi gəlməsəydi, onu kənara atardı, o da atmazdı. Ən yüksək dəyəri olan qızıl isə odda ən çox yanmış qızıldır. Çünki çox yanan qızılın artıq qarışığı qalmır. Bugün Allah sənin üzərində zərgər kimi işləyir. 999 əyarına çatmış olan qızıl ən çox odda yanmış və zərgərin üzərində əksi görünən qızıldır. Bugün Allah səndə öz əksini görmək istəyir. Ağrıların, bütün çətinliklərin onun gözündən uzaqda deyil. Çünki belə yazılmışdı: Əməli salihlər onun üzünü görəcəklər. Yalnız tamamilə yanıb təmizlənənlər, onun əksini daşıyanlar onu görəcəklər. Bugün qəlbin və bütün varlığın Allahın önündə açıq kitab kimidir. O gecə sən yuxudaykən qəlbini araşdırır və niyyətlərini bilir. Səni xilas etmək üçün səhər erkən yanına gəlib sən öz huzuruna çağırır. Ürəyində sənə əziyyət verən fikirləri çıxarıb sənə sülh vermək üçün hər gün sənin pişvazına çıxır. Gecələr sənin yatağının yanında olub, gündüz yaşadıqlarını səninlə bölüşmək istəyir. Ona görə də yazılır: Gecə ikən qəlbimi araşdırdın. Rəbb sənin qəlbini gecə ikən araşdırır. Davamında isə yazılır: Göz yaşı ilə əkənlər sevinç harayı ilə biçəcəklər. Bu ayələr səhər və axşam dualarının xüsusilə vacib olduğunu, həmin saatlarda Allahın sənə daha çox yaxın olduğunu göstərir. Yazılarda gecə alınan görüntülərin və görüşlərin böyük sir daşıdığı görünür. Böyük sirlər gecə Rəbblə görüşlərdə açılırdı. Böyük işlər isə səhər Rəbblə görüşdən sonra başlayırdı. Bugün ürəyin mi ağrıyır, kədər içindəsənmi? Allahın sənin üçün hazırladığı o süfrəyə əyləş. Sevincdən, sülhdən, sədaqətdən, salihlikdən və nəfsə hakimlikdən dad, məhəbbətin şirinliyini və həqiqətin gözəlliyini hiss elə. Axşamlar isə öz süfrəndə Rəbbini şərəfləndir. Unutma, bütün salihlərin dərdi var idi. Amma onlar Rəbdə sevinç tapmağı öyrəndilər ki, bugün bizlərə nümunə olsunlar. Salihliyə gedən yol yükləri ilə birlikdə Rəbbə gəlib, onun qucağında, etibar qollarında rahatlıq tapmaqdır. Ən çətin anlarda sədaqət isə Rəbblə görüşə aparan yolun başlanğıcıdır.